Mən özümü yığışdırmıram, məni yığışdıra bilərsiniz. Yox, yaxşı qoyaqsan. Nə yaxşı bayaqdan durmusunuz, əllə qolunla danışırsınız. Yaxşıdır, belə yaxşı deyil. Azarla qola sən danış. Əlsiz danış məndən, əlsiz danış. Eştaqlı var. Mənlə əlsiz danış. Efirlə çayxananı, klubu, kafeni, küçəni qarışıq salanda ortaya da belə söhbətlər çıxır. Kimdir bu bir dəstə qadın? Kim dəvət edib bu qadınları efirə? Yazacaqsınız ki, bunlar nə vaxtsa kafelərdə oxuyan müğənnilərdir. Kafedə də oxumaq olar, amma kafedə oxuyan müğənni, kafe müğənnisi elə kafedə qalmalıdır. Onun efirdə nə işi var? Biz hətta küçədə belə kiməsə az, deməyə çəkinərik. Ayıb bilərik, tərbiyəsizlik, ədəbsizlik bilərik. Amma bugün bu ədəbsizliyi efirdə görürük. Bundan sonra biz övladlarımıza necə deyə bilərik ki, az, ədəbsiz ifadədir. Demək olmaz ay bala. Uşaq deyəcək, odur bax, efirdə danışırlar. Yoxdurmu bu kanalların rəhbəri? Bu televiziyalar avtopilot rejimində mi işləyir?